Əmək pensiyası ilə bağlı mühüm məqamlardan biri də sığorta stajı məsələsidir. Hazırda ölkədə minlərlə vətəndaş pensiya yaşına çatmasına baxmayaraq tələb olunan sığorta stajını tamamlaya bilmədiyi üçün yaşa görə əmək pensiyası deyil, sosial müavinət alır. Xüsusilə elə hallar var ki, vətəndaşın 25 illik sığorta stajını tamamlamasına cəmi bir neçə ay və ya bir il qalır. Bu vəziyyət isə cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biridir. Bəs belə şəxslər sonradan işləyərək çatışmayan sığorta stajını tamamlasalar, onlara yaşa görə əmək pensiyası təyin edilə bilərmi? Mövcud qanunvericilik bu məsələni necə tənzimləyir? İqtisadçı və deputat Vüqar Bayramovun açıqlamasına görə, hazırki qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququnun yaranması üçün vətəndaş iki əsas şərtdən ən azı birini ödəməlidir. Birinci şərt minimum 25 il sığorta stajına malik olmaqdır. İkinci şərt isə qanunvericiliklə müəyyən edilmiş minimum pensiya kapitalının formalaşdırılmasıdır. Minimum pensiya kapitalı minimum aylıq əmək pensiyasının məbləğinin 144-də vurulması yolu ilə hesablanır. Pensiya təyin edilərkən məhz həmin dövrdə qüvvədə olan qanunvericilik normaları əsas götürülür. O deməkdir ki, vətəndaşın ya 25 il sığorta stajı ya da tələb olunan minimum pensiya kapitalı olduqda onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Praktikada isə fərqli vəziyyətlərlə rastlaşmaq mümkündür. Bəzi vətəndaşların pensiya yaşına çatdığı vaxt tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmır. Nəticədə həmin şəxslər yaşa görə əmək pensiyası almaq hüququ əldə edə bilmirlər və sosial müavinət almağa davam edirlər. Bu zaman vətəndaşlarda belə bir sual yaranır. Əgər pensiya yaşına çatdıqdan sonra yenidən işləyərək çatışmayan sığorta stajını tamamlasalar, əmək pensiyası almaq hüququ qazana bilərlərmi? Mövcud qanunvericiliyə əsasən vətəndaş sonradan işləyərək qanunla tələb olunan şərtləri, yəni 25 illik sığorta stajını və ya tələb olunan minimum pensiya kapitalını formalaşdırarsa, onun yaşa görə əmək pensiyası hüququ yarana bilər. Bu halda qanunvericiliyin tələblərinə uyğun qaydada müraciət edilir və təqdim olunan sənədlər əsasında məsələyə baxılır. Vüqar Bayramov bildirib ki, mövcud sistemdə elə vətəndaşlar var ki, onların əmək pensiyası almaq üçün tələb olunan stajına çox az müddət çatmır. Onun fikrincə, belə halların qanunvericilikdə xüsusi istisna kimi nəzərə alınması məqsədə uyğun olardı. Deputatın təklifinə əsasən minimum tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmayan şəxslər üçün ayrıca mexanizm yaradılması mümkündür. Bu mexanizm tətbiq edilərsə, həmin vətəndaşların yaşa görə əmək pensiyası almaq imkanları genişlənə bilər. Hazırda bu yanaşma yalnız təklif xarakteri daşıyır və qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik qəbul edilməyib. Yəni, qüvvədə olan qaydalara əsasən pensiya təyinatı mövcud qanunvericilik çərçivəsində həyata keçirilir. Ekspert hesab edir ki, gələcəkdə bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi sosial müdafiənin daha da gücləndirilməsinə, sosial ədalətin təmin olunmasına və pensiya yaşına çatmasına baxmayaraq cüzi staj çatışmazlığı səbəbindən əmək pensiyası ala bilməyən vətəndaşların problemlərinin həllinə müsbət təsir göstərə bilər. Qeyd edək ki, hazırda bu məsələ ilə bağlı hər hansı yeni qanun qəbul edilməyib. Vətəndaşlar pensiya hüquqları, sığorta stajı və pensiya kapitalı barədə ən dəqiq məlumata aidiyyəti dövlət qurumlarına müraciət etməli.